İnklüziv nədir? Baxın, müəllimlər, sağlamlıq imkanlarından məhdudluğuna, öyrənmə çətinliklərinə, irqi və sosial mənsubiyyətinə, dininə, milliyyətinə görə ayrı seçkilik görən, bu səbəblərə görə təhsildən uzaqlaşdırılan çox sayda insanlar var. Təəssüf ki, bu ayrı seçkilik hər bir uşağın bərabər təhsil almaq, ictimai və mədəni fəaliyyətlərində iştirak etmək imkanının qarşısını alır. Ancaq bu vəziyyətin qarşısını almağı və hər bir uşaq üçün bərabər imkanları yaratmağa yönəlmiş bir yanaşma var. Bu da inklüziv təhsil adlanır. Baxın, müəllimlər, təkcə inklüziv təhsil deyəndə sağlamlıq imkanı məhdud olan şagirdləri götürmürük. Görürsünüz, həm burada öyrənmə çətinliklərində nəzərə alırıq, həm irqi, sosial mənsubiyyətini, dinini görə ayrı seçkilik salınmamasını, bərabər imkanlar arada, belə deyirik də, bərabər imkanları arada qorumağımız bizim inklüzivliyimizi təmin etməyimizdir. İnklüziya dedikdə, yəni inklüziya daxil etmə deməkdir. Bütün vətəndaşların ilk növbədə də bayaq dediyim kimi sağlamlıq imkanlarından məhdud olan insanların cəmiyyətdə adaptasiya, digər insanlar kimi onların da cəmiyyətdə bərabər hüquqlu bir fərdə çevrilməsinə təmin etməsi edən bir prosesdir ki, yəni biz şagirdlərə eyni təlim prosesini qurmalıyıq, eyni mühitdə birlikdə onlara dərs keçməliyik. Bax, fərqi yoxdur, başqa millətdəndir, zəif oxuyur, güclü şagirdləri ön plana çəkiriksə, zəiflər qalırsa, burada da inklüzivliyi biz pozmuş oluruq. Bax, deyir, inklüziv təhsilin digər mühüm xüsusiyyəti də onun ailə və sosial iştirakçılığına verdiyi dəyərlərdir. Buna görə də inklüziv təhsil bugün yalnız hamı üçün təhsil sisteminin möhkəmlənməsi prosesi kimi deyil, həm də insanların diskriminasiyasını aradan qaldırılmasında səmərəli vasitə kimi qəbul edilir. Deyir, son mərhələlər cəmiyyət və dövlətlər tərəfindən əlilliyi olan şəxslərin münasibətin dəyişdirilməsi yalnız hüquqların tanınması deyil, təhsilə daxil olmaqla həyatının müxtəlif sahələrində onların digər insanlarla bərabərlik imkanlarının yaradılması ilə xarakterizə olunur. Bax, bərabərliyi müəllimlər səhv başa düşməyin ki, mən bu günlərim dərs keçirəmsə, məsəl üçün, hamıya bərabər dərsi deyim, gedim, informasiyanı. Məsəl üçün, Sayalı müəllim, Sədaqət müəllim hər gün testləri işləyirsə, mən elə testə baxmayım da, artıq çıxım gedim. Mən inklüzivliyi, bərabərliyi o zaman təmin edərəm ki, digərlərində nəzərə alaram. Bax, görürsünüz, Sədaqət müəllim məsəl üçün 15-ə qədər oxumuşdu, çalışdım ki, artıq 15-dən o birisi tərəfə qədər olanı oxusun testlərimizdə və yaxud da Gülnar müəllimə çalışdım ki, testlərdən işləsin. Bax, burada bərabərlik yaratmaq istədim ki, hər kəsi təmin edim dərsimdən. Bax, bu inklüzivlikdir, həm də bərabər imkanların yaradılması. Deyir, inklüziv təhsilin əsasında aşağıdakı istiqamətləri əsas götürən ideologiya durur. Bütün sinif insanlar eyni münasibəti təmin edərək hər cür diskriminasiyadan uzaq durmaq, xüsusi təlim ehtiyacları olan uşaqlar üçün ümumtəhsil müəssisələrində şərait yaratmaq. Baxın, bütün məsəl üçün xüsusi təlim ehtiyacları varsa, onlara neynəməliyik? Onlar üçün şərait yaradıb hər birinin təhsil almağına imkan yaratmalıyıq. Bax, burada əsas prinsiplərimiz var. Bu bizə lazımdır ki, bilək ki, inklüziv təhsilin prinsipləri nələrdir? Deyir, insanın dəyəri onun qabiliyyət və nailiyyətlərindən asılı deyil. Hər bir kəs hiss etmək və düşünmək qabiliyyətinə malikdir. Yəni, müəllimlər, buradan birincidə nə demək istəyir? Qabiliyyət nailiyyətlərindən asılı deyil. Bir insana dəyər verərkən neynəməliyik? Bax, övladınız olsun, övladınızın nəsə problemi varsa, ona qabiliyyət və nailiyyətinə görə dəyər verməyəcək.
vermirsiniz. Onun özünə görə çox istəyirsiniz, düzdür? İnsanları da deyir inklüzivliyə görə, qabiliyyət nailiyyətinə görə deyil, onların özlərinə görə dəyər verin. Bax, inklüziv təhsilin prinsipləri bu deməkdir. Hər kəsin deyir hiss etmək, düşünmək qabiliyyəti var. Bəli, sağlamlıq məhdudundan, imkanından məhrum olan uşaqlarında, məhdudiyyəti olan uşaqlarda belə deyək də, onlar da düşünməyi, hiss etməyi var ki, onların da bu qabiliyyəti var. Onlar da bunlara layiqdirlər. Hər kəs ünsiyyət hüququna malikdir, dinlənilməlidir. Bütün insanlar deyir bir-birinə lazımdır. Bəli, həyatda hər kəs bir-birinə nədir? Lazımdır, gərəkdir. Bax, burada 8 ilə 4-cü prinsipimiz bir-biri ilə əlaqəlik təşkil edir. Deyir, insanların müxtəlifliyi həyatın bütün sahələrini inkişaf etdirir. Bəli, bir-birinə niyə lazımdır? Çünki həyatda hər kəs fərqli, belə deyək də, sahələrdə çalışır. Həkim var, müəllim var, usta var, dərzi var, bərbər var. Bunlar hamısı nədir? Sahələri inkişaf etmək lazımdır ki, bu insanlar hamısı bir-birinə lazımdır. Hər kəs müəllim ola bilməz ki, bu zaman deməli insanlar arasında çatışmamazlıqlar baş verə bilər. Bu lazım olmağı bir-birinə bu deməkdir. Və yaxud da ki, hər kəs həkim ola bilməz. Müxtəlif sahələr olmalıdır ki, insanların müxtəlifliyi də inkişaf edə bilsin. Deyir, həqiqi təhsil yalnız real münasibətlərin konstruktivlərdə mövcud ola bilər. Bütün insanlar öz həmyaşıdlarına dəstək və dostluğu lazımdır. Bütün şagirdlərin inkişafı onların bilik və bacarıqlarından asılıdır. Bu bizim müəllimlər inklüziv təhsilin prinsipləridir. Yadınızda qalsın, inklüziv təhsildə sağlamlıq imkanlarından məhdud şagirdlərdir. Bununla bərabər imkanların yaradılmasıdır. Həm də şagirdlərə dəstək olmağımız, dəstəkləyici mühitimiz inklüziv prinsiplər təhsilə aid edilir. Sonra uşaqlar, müəllimlər üzrü sayın, inklüziv təhsildə özünə inamın yüksədilməsi var. Bilirik ki, şagirdlərdə biz özünə inam yüksətməliyik. Dərsləri öyrənmədiklə və yaxud da çalışa bilmədikdə, onları da belə deyək də özünə inam aşağı olur. Bunun da vəzifəsi müəllimin üzərinə düşür ki, şagirdlərdə özünə inam yaratsınlar, ruh yüksəkliyi yaratsınlar. Deyir, sağlamlıq imkanlarından məhdud olan şagirdlərlə işləmək üçün ənənəvi üsullar onların özünə inamı zərərli təsir göstərə bilər. Onları kiçik qruplara ayırmaq və digər şagirdlərdən ayrı öyrətmək onlara fərqli olduqlarını və onlara qarşı fərqli davranmalı olduğunu fikrini aşılayır. Yəni ki, biz artıq onları ayıraraqsa, belə deyək də, digər şagirdlərdən fərqli edəriksə, bu artıq şagirdlərdə özünə inamı aşağı salır. Biz şagirdləri məsəl üçün qruplara ayırırıq. Qruplara ayırarkən o həm zəif oxuyan şagirdi, həm yaxşı oxuyan şagirdi, sağlamlıq imkanından məhdud olan varsa onlarla bir qrupa yığmalıyıq. Biz interaktiv təlimdə keçəcəyik, inşallah heterogen qrup ki, şagirdlərin müxtəlifliyi olan bir qrup. Biz qrup yaradarkən şagirdlərin müxtəlifliyi olan bir qrup yaradılmalıyıq. Eyni səviyyədə, eyni dərəcədə şagirdləri bir yerə yığmağımız, bir qrupa yığmağımız düzgün deyil müəllimlər. Bundan əlavə müəllimlər, bizim əsas inklüzivliyə görə öyrənmə dizaynımız var ki, bu inklüziv təhsildə, testlərdə də düşən əsas öyrənmə üçün olan universal dizaynlardan biridir. 3 dənə öyrənmə dizaynımız var. Cəlb etmə, sonra təqdim etmə, bir də fəaliyyət. Deməli, cəlb etmə nə üçün öyrənirik sualına cavab verir. Təqdimat nəyi öyrənirik? Fəaliyyət isə necə öyrənirik sualına cavab verir. İndi gəlin bir-bir bunların açıqlamalarına verək. Cəlb etmə nədir müəllimlər? Cəlb etmə şagirdlərimizin dərsə maraq oyatmaq. Onları ilk növbədə dərsimizdə cəlb etməliyik ki, şagirdin beynində nə üçün öyrənirik, belə deyək də, sualı formalaşmasın. Bugün mən dərsə başlayarkən elə formada başlamalıyam, şagirddə elə maraq oyatmalıyam ki,
onları dərsimə cəlb edim ki, şagird mövzunu oxuyarkən, öyrənərkən mən bunları nə üçün öyrənirəm? Sualı beynində formalaşmasın. Cəlb etmə hissəsi baxın müəllimlər bu deməkdir. Həvəsləndirmə, maraq oyatma. Təqdimat nədir müəllimlər? Təqdimat artıq müəllimin şagirdlərə dərsini təqdim etməsi, prosesini qurması. Bax, şagirdə mən dərsimi elə təqdim etməliyəm ki, şagird dərslərimi belə deyim də, başa düşülən formada olsun. Onlar dərk edə bilsin dərsləri. Təqdimat müəllimlər, bir də yadınızda qalsın ki, müəllimin təqdim etməyidir dərsə. Yəni, müəllim təqdimatı edərkən, dərsini təqdim edərkən şagirdin beynində formalaşmalıdır ki, nə öyrənirəm? Artıq müəllim şagirdlərin müxtəlifliyini nəzərə alaraq dərsini təqdim etməlidir şagirdlərə. Bax, məsələn, deyir, qrafik, animasiyalardır, mətn formasında dərsin təşkil edilməsidir, audial vasitələrdən istifadə etməsidir. Bax, bunlar hamısı da hər tərəfli, konseptual, anlayışlı dildə şagirdlərə dərslərini təqdim edərsə, bax, bu bizim təqdimatdır. Şagird də artıq nə öyrənirik? Sualı beynində formalaşmalı olmasın. Hər bir şagirdin özünə uyğun olaraq anlaşılacaq dildə, deməli, biz inklüziv təhsildirsə müxtəlifliyi neynəməliyik? Nəzərə alaraq dərsimizi təqdim etməliyik. Təqdimatımızı şagirdlərə uyğun etməliyik ki, bu da şagirdlərin beynində nə öyrənirik formalaşmasın. Ola bilər mən informasiyanı verim, sinifimdə informasiyanı eşitmə əngəlli şagirdim olsun. Düzdür, burada mən təqdimatımı deməli neynəmişəm? Düzgün qurmamışam. Şagirddə də formalaşır ki, nə öyrənirik, heç nə başa düşmür. Mən burada məsəl üçün görsəl olaraq, vizual olaraq nələrsən də videolardan, şəkillərdən istifadə edərək də dərsimi təqdim etməliyəm ki, oxuyaraq, yəni görərək etməliyəm ki, mənim eşitmə əngəlli şagirdim də dərsin təqdimatında, yəni nə öyrəndiyini başa düşə bilsin, anlaya bilsin. Təqdimat bu deməkdir. Fəaliyyət nədir müəllimlər? Fəaliyyət də necə öyrənirik? Artıq burada şagirdlərin fəaliyyəti nəzərdə tutulur. Bax, müəllim təqdim etdi, düzdür. Təqdimatını edəndən sonra şagird öz fəaliyyətini necə təqdim etməyidir, necə öyrəndiyidir. Bax, ola bilər ki, şagirdlərin biri, məsəl üçün, izahla deyər ki, müəlliməm, mən izah vermək istəyirəm dərsim üçün. Və yaxud da eləsi var ki, deyə bilər ki, mən bu ədəbiyyat dərsidir, dərsimizi səhnələşdirmək istəyirəm ki, də bu formada fəaliyyətimi göstərirəm. Və yaxud da eləsi var ki, deyir ki, qeydlərlə müəllim göstərirəm mən fəaliyyətimi. Elə şagird olur ki, qeydlər olmasın, məsələn, ümumiləşdirmələr aparıbdır, esse yazıbdır mövzu barədə. Onların mən fəaliyyətini, yəni necə öyrəndiyini qəbul etməli və ona uyğun da rəy bildirməliyəm. Deməli, təqdimat yadınızda qalsın, müəllimlərin təqdim etməyidir. Fəaliyyət isə artıq şagirdlərin necə öyrəndiyidir ki, müəllimə öz fəaliyyətlərini göstərir, müəllim də buna uyğun olaraq onlara rəy verir və fəaliyyətlərini dəstəkləyir. Bax, bu inklüziv təhsildir. Deməli, neçə öyrənmə dizaynımız oldu? 3. Cəlb etmə, təqdimat və fəaliyyət yadınızda qalsın. Sonra inklüziv təhsildə kooperativ öyrənmə var. Kooperativ öyrənmə də, yəni kooperativ sözü belə deyirik də, kooperasiya deməkdir, əməkdaşlıq deməkdir. Yəni kooperativ öyrənmə əməkdaşlıq tələb edir ki, bu da şagirdlərin bir-birindən öyrənməsini daha da yaxşı edir. Məsəl üçün, ola bilər ki, sən şagirdləri qrupa ayırmısan və deyirsən ki, də yaxşı oxumayan şagirddir, bunu da öyrədin. Bu da sizlərdən nəsə öyrənmiş olsun. Bax, sinifdə olur da, elə uşaq var ki, məsələn, həmən zəif uşaqla birlikdə çalışmaq istəmir. Deyir, yox, istəmirəm. Də mən istəyirəm ki, özüm öyrənəm, özüm çalışam, onlarla birlikdə çalışmaq istəmirəm. Sərbəst çalışmaq. Bunun üçün deyir, neynəmək lazımdır? Digər şagirdlərin də öyrənməni təmin etmək üçün Edgar Dayle'nin mənimsə cədvəlinin ən yüksək öyrənmənin faizi başqalarının öyrətmək olduğunu nəzəriyyəsiz deməli
strategiyasıdır ki, bundan istifadə edə bilərik. Məsəl üçün, yaxşı oxuyan şagirddir, ona mən belə bir təklif irəli sürürəm ki, sən digər şagirdlərin üzərində müəllimlik et, onları öyrət. Bax, bu olur, deməli, şagirddə həm həvəs yaranır, özü daha yaxşı öyrənmiş olur digərlərin öyrədərkən. Həm də bununla bərabər şagirdlər də bir-biri ilə faydalanır və onların arasında əməkdaşlıq olur. Bir-birini başa düşmə olur, bir-biri ilə ünsiyyət qurma olur ki, bu da inklüzivlik zamanı inklüzivliyi təmin etmiş olur. Sonra burada inklüzivlikdə müəllimin peşəkar inkişafı vacibdir. Bəli, müəllim peşəkar olmalıdır ki, inklüziv mühitdə dərsini keçə bilsin. Bunun üçün pedaqoji səriştə tələb edir. Lazım gələrsə, müəllim xüsusi təlim ehtiyacları vardır ki, bunun üçün belə deyək də ixtisasını artırmaq üçün təlim kurslara gedə bilər ki, inklüziv təlimi təşkil etsin. Bu mütləqdir bir müəllim üçün və bunun peşəkarlığı lazımdır. Müxtəlif qiymətləndirmə üsulları nədir müəllimlər? Biz şagirdlərimiz bilirik ki, nəzərə almalıyıq ki, inklüziv təhsildirsə, eyni cür qiymətləndirmədən istifadə edə bilmərik. Sinifdə müxtəlif belə deyək də qiymətləndirmə üsullarından istifadə edirik. Bax, rəy veririk formativ qiymətləndirmədə. Onların da hamısın müxtəlif formada. Məsəl üçün, mən bugün şagirdlərim, elə uşaqlar var ki, məsələn, autizm sindromlu uşaqlar var. Onlar yazılı tapşırıqları, insanlarla ünsiyyət qurmağı xoşlamır. Çalışıb onlardan qiymətləndirmə apararkən, deməli, yazılı formadan qiymətləndirmə götürməliyəm. Mən müxtəlifliyi nəzərə alaraq, müxtəlif qiymətləndirmə üsulundan neynəməliyəm? İnklüzivliyə görə istifadə etməliyəm. Əlavə təlim materialları veribdir. Əlavə təlim materialları müəllimlər nədir? Artıq görürəm ki, şagirdlər belə deyim də, dərsdə məzmunu tam mənimsəyə bilmirsə, başlayıram onlara hətta əlavə təlim materiallarından istifadə edirəm. Dərsi keçirəm, görürəm, şagird yəni başa düşmür, mən neyniyə bilərəm burada? Ona məsəl üçün şəkil çəkmək də varsa, dərsdə iştirakını təmin etmək üçün əlavə belə deyək də təlim materialıdır. Qarşısına dəftər, qələm olaraq, bax, burada fərdilik də gedir, inklüzivdə fərdi də yanaşa bilərəm, elə olar ki. Bax, ona hər hansısa dəftər, rəsm verirəm ki, şəkil çəksin ki, o da dərsdə iştiraki təmin edilsin. Sonra adaptasiya edilmiş dərs və tapşırıqlardır. Yəni, bu da elə özü adaptasiya sözü cəlb etməyə aid edilir. Bunu başa saldım sizə. Bax, bizim inklüziv təhsil budur. İnklüziv təhsildə, bax, belə deyim, ola bilər ki, dərsdə şagirdin marağı yoxdur. Məsəl üçün, dərsi keçirsiniz, marağı yoxdur. Deyirsən ki, şagird görsən, belə deyək də, sağlamlıqdan məhrum bir şagirddir, məhdudiyyəti var. Onun üçün oturdursan, dərsdə məşğul olmaq istəmir. Hətta lazım gələrsə öz yanında oturdub, şagirdlərə nəzarət etməsini də istəyə bilərsən ki, istər-istəməz nəzarət edərkən şagirddə dərsə maraq oyatmış olursan. Bax, bu da inklüzivliyə əsasən həyata keçirilir. Bax, inklüziv mühit olan məktəb necə olur? Gəlin bir daha baxaq. Hər kəsin fərqli olması faktı qəbul edilir. Öyrənməni dəstəkləyən amillər mövcuddur və onlardan düzgün istifadə olunur. Fərqli öyrənmə təcrübələri hər bir şagirdin üzərində tətbiq edilir. Yenilikçilik və yaradıcı bir mühit var. Fərdi yanaşma prinsipləri mövcuddur. Hər kəs üçün təhlükəsiz mühit var. Məktəb icmasında bütün üzvlərinin iştirakına hörmət edən və hər kəsə dəyər verən mühit var. Bir də siniflər hər bir şagirdin ehtiyacını qarşılayacaq şəkildə tərtib edilir. Deyir, məktəbdə inklüziya mədəniyyətinin formalaşdırılmasında mənfi təsir göstərən xüsusiyyətlərdən biri sağlamlıq imkanlarından məhdud şagirdlərə qarşı olan münasibətdir. Yəni, bəzən sinifdə sağlamlıq imkanlarından məhdud və ya hansı sosial fiziki fərqliliyi olan şagirdlərə münasibətdə xəstə uşaq, qüsurlu uşaq kimi ifadələr işlədilir. Bu cür yanaşma şagirdlərin öz güvəninin azalmasına, onların öyrənmə prosesinə cəlb olmasına və akademik nailiyyətinin aşağı olmasına, emosional cəhətdən zədələnmələrinə gətirib çıxardır. Baxın, müəllimlər, burada belə bir
şəkil verib görürsüz. Burada fərqli dindən, fərqli irqdən, rənglərinə görə sağlamlıq imkanı məhdud olan fiziki cəhətdən görürsüz uşaqlar var ki, amma hər birinin üzündə nə var? Təbəssüm var. Və bu təbəssümün olması bizim inklüziv mühitin yaradılması deməkdir. Bütün uşaqlar birlikdə təhsil almasıdır. Hər bir uşağın bir-birinə adaptasiya olub, bir-birini başa düşməsi, hər birinin ünsiyyəti qurması bir-biri ilə əməkdaşlıq etməsi bizim sinifdə nəyimizdir? İnklüziv təhsili yaradılması deməkdir. Bax, inklüziv təhsil bu deməkdir.